Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, mərkəzdə, Abidə klubuna yaxın 92, 91, 202 marşrutlarına yaxın ərazidə, demək, qapının ağzında asfalt olan ərazidə 2 mərtəbəli, 4 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, ev təcili satılır. Bəri başdan deyirəm, ev əvvəlcədən 145-150 mindən satışda olub, indi endirilib aşağı, yəni heç bir problemi yoxdur, sadəcə təcili satılır deyə endirilib. Nəzərinizə çatdırım ki, bu evin xarici görünüşüdür, sonda qiyməti nəzərinizə çatdıracam, yenə də endirimi olacaq. Evin, gördüyünüz kimi, hörmətli izləyicilər, həyət yanı sahəsidir. Ev 5 daş kürsüdə tikilib, yenə deyirəm, evin yeri gözəl yerdədir, su vurmayan yerdir, mərkəz yerdədir. 3 dənə marşrut yaxınlığından keçir. Keçən də evin içinə daxil olurlar. Həyətinə rahat 2 maşın daxil ola bilir. Gördüyünüz kimi giriş darvazasıdır. Burada da gördüyünüz kimi hörmətli izləyicilər, bir dənə maşın burada rahat yerləşdirmək olar. Yeri superdir, mərkəz hissədir. Girən kimi bu hissəsi, bax girişdən dəhlizdən rastlaşırıq. 2-ci mərtəbə üçün pləkanıdır. Sağda qonaq otağıdır. Hardasa 4-ün 6-ya bir qonaq otağıdır. Hörmətli izləyicilər, bax nəzərinizə çatdırın. Yəni ev qoşadaşdan inşa olunub. Evin yüngülvarı, kosmetikayı, aboylar dəyişilməlidir. Çoxdanın bir təmiridir, yaşayışlı bir ev olub. Sadəcə yüngülvarı kayıb. Aboylardır, bir də polizadı dəyişə bilərsiniz. Elə çox xərci yoxdur. Onlar da nəzərə alınıb deyə bu qiymət qoyulub, təcili satışa çıxır. 4-ün 6-ya 24 kvadratlıq bir qonaq otağıdır. Bura mətbəx hissəsidir. Gördüyünüz kimi, bütün evlərdə olduğu kimi mətbəx mebelizadı, kombi sistemlər hamısı evin üstündə qalır. Bunu da nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Keçirik buradan sanuzel hissəsinə. Sanuzeldə gördüyünüz kimi təmirlidir. Evin, yəni elə bir ciddi problemi yoxdur. Ev sağlam evdir. Yəni nəzərinizə çatdırım ki, sağlam evdir. Keçən də evin yuxarı ortalarla tanış olaq. Qalxırıq yuxarı. Yenə qeyd edirəm, evin də sənədi qeydiyyatlandır. Nəzərinizə çatdırım ki, köhnə dədə-babadan damağa gelib, qeydiyyata da köməkli göstəririk. Burada gördüyünüz kimi 2-ci mərtəbənin sanuzelidir. Təmir qaydasında da normaldır, yəni bərbad halda deyil, hal-hazırda yaşayışlı evdir deyə normaldır. Burada bir uşaq otağıdır. Gördüyünüz kimi uşaq otağı haradasa bir 10-12 kvadrat olar. Pəncərələrindən tam rahat evin içinə işıq düşür. Bir yataq otağı buradadır. Haradasa 20 kvadrata yaxındır. Gördüyünüz kimi hörmətli izləyicilər. Onu da pəncərələrindən tam rahat evin içinə işıq düşür. Buradan da birbaşa balkona çıxışıdır. 20 kvadratdan çox olar hələ. Nəzərinizə çatdırım ki, yəni evin yüngülvarı yenə deyirəm. Aboylar dəyişilməlidir. Elə çox xərci yoxdur. Burada yenə də bir əlavə yataq otağıdır. Gördüyünüz kimi yataq otağıdır hörmətli izləyicilər. Haradasa 14-15 kvadrat olar. Bunun da pəncərəsindən tam rahat evin içinə işıq düşür. Evin hər tərəfi işıqlıdır. Havalanmaya tam uyğundur. Nəzərinizə çatdırım ki, hörmətli izləyicilər. Aboylar dəyişilməlidir. Yaşayışlı ev olub, uşaqlı ev olub əvvəlcədən. Yəni, bax, vəziyyət budur. Olanları deyirik, hörmətli izləyicilər. Kimlər evi satmaq istəyirsə, 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmanı köməkli göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da ses alayımlar səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Evin qiyməti 135 min start qiymətdir. Real az olsa yenə endirimi olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. 150 mindən 135 min endirilib təcili. Yəni bugünkü vəziyyətdə yenə də yüngülvar xərclər nəzərə alınıb. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirəm.